Bugün Əlişqan girişi ilə ballı tort hazırlayacağıq. Gəlin sizə bunun necə elədiyimizi göstərəm. Ən birinci marketdən aldığımız bir kremanı çırpırıq. Qabartdıqdan sonra içinə qatlaşdırılmış süd əlavə edirik. Və həyatımda ilk dəfə gördüm. Həqiqətən belə balaca tort yuxalar satırlar. Biz onlardan aldıq. Və tort yuxası krema kimi bunları ardıcıl şəkildə düzürük və çox dadlı bir tort alınacaq. Axırda görərsiniz. Burada Nilüfer xanım öz məharətlərini göstərə bilmədi. Sonra mənə verdi. Sonra yerdə qalan kremanı isə belə dondurma qəlibləri almışdıq. Onun içine doldurduq. Həqiqətən o qədər dadlı alındı ki. Yəni bir qatlarımız süddən və kremadan öncə bu qədər dadlı bir maruzun ola bilər. Həqiqətən fikirləşmirəm. Nəysə, biz tortumuzu qoyduq bir gün boyunca dondurucuda donsun. Və həqiqətən o qədər dadlı alındı ki, yəni o qədər yumuşaq, o qədər sərin, həqiqətən möhtəşəm bir şey alındı. Mütləq mən də sizə sınayım. Burada Nilüfer xanımı gördüm. Bəyənirsiniz. Bye.